right, Tawfiq, man, great to see you, sir. Welcome to Seattle. I mean, just how are things going? How are you liking the city so far? Çox sağ ol. Şükür yaxşıyam, hər şey əladır. Thank you very much. I'm feeling good. Of course, man. Yeah, big second fight here in the UFC. Unfortunately, things didn't go well the first time around, but of course, I know you're a very motivated guy. Get back in the win column, former champion, all that stuff. So I'm just curious, how do you reflect on the first performance in the UFC? What were your biggest takeaways heading into this fight? Birinci döyüşdən sonra ikinci dəfə artıq deyirsən şansım var. Təzədən məğlubiyyəti bağlayıb qalibiyyət sırasına qoşulmağa. Mənə maraqlıdır ki, bundan sonraki döyüşü nəzərə alaraq birinci döyüşdə nəyi dəyişdirib bu döyüşə hazırlaşdımsan, nəyi səndən aldı və sən onun əvəzlərini gətirdin, yeni döyüşə plan qurdun? Birinci döyüşdə özümü göstərə bilmədim və səhvlərimin üstünə işləmişəm. Bu səfər döyüşə tam başqa cür hazırlaşmışam. İnşallah çalışacağım döyüşdə hər üç vəziyyətin üçündə də özümü göstərim və döyüşü qalib başa vuram. I couldn't show myself in the first fight fully. I didn't have that chance, but for this fight particularly, I have prepared myself very well in every stance, low level and every level. So I'll try to show and present a good show in this fight. And of course, the circumstances were a little, unique. Obviously, a bigger guy, missed weight, and all those things. But for you, Tawfiq, you have great experience being a former Rising champion, big stages, all that stuff. Everybody talks about the UFC nerves or the jitters kind of starting your debut. Did you feel any of that going into the first fight and feeling more comfortable now, or is it just kind of all the same? Əlbəttə ki, sənin deyir, böyük təcrübən var, Rising çempionluğu yaşamısan. Bundan əvvəlki birinci döyüşündə rəqibin səndən böyük olması, rəqibin çəkidə böyük olması, ümumiyyətlə hamının səndən danışması hansısa bir təzyiq yaratmış ola bilər birinci döyüşdə səndə. Bəs ikinci döyüşdə hal-hazırda deyib, bu eynidir. Hansısa bir stres və ya təzyiq hiss edirsən, ümumi publik fikirlər əsasında, sosial medianın fikirlər əsasında, yoxsa sənin üçün fərqi yoxdur, eyni Yəni, ümumiyyətcə mənim üçün rəqibin adın böyük olması və yaxud da rəqibin güclü döyüşçü olması mən heç vaxt elə şeylə sarsılmamışam. Mənim üçün mən həmişə çalışmışam ki, güclülərlə mübarizə aparmağa və güclülərlə özümü sınamağa. Mənim üçün bir imtahandır, mənim üçün həm də ki, böyük bir şansdır. Generally, I'm never picking fighters or opponents which I am fighting for, and it doesn't matter for me, even in the UFC, whoever opponent is being given. So to me, it's just basically stepping up ring and continuing the fight that required to be done. And I'm curious, man, how do you feel that your Rising experience kind of helped you prepare for the UFC stage? Obviously, very unique, different stages, right? But I mean, I'm sure that was very helpful for you getting to this point, right? Deyirəm, maraqlı ki, sən Risingdə olan karyera, hazırlığın, oradakı çempionluq təcrübən UFC mərhələsinə çıxmağa necə kömək oldu? Təbii ki, orada böyük bir proses və keçmişin olub sənin. Bunlar sənin UFC etapına, bu mərhələyə çıxmağa necə çıxdın? Yəni, bu sənə necə kömək elədi bu mərhələ üçün? Hansısa bir özgüvən əlavə qatırmı sənə? Yox, mən ümumiyyətlə əldə elədiyim nailiyyətlərin hamısını, ringdən düşəndə yaddan çıxardıram. Artıq mən yeni bir səhifə açmağa çalışıram və UFC tarixində də çalışacağam ki, inşallah maraqlı döyüşlər göstərir və yeni səhifə açmağa. Generally, I'm closing every stage that in every organization that I'm stepping off. So that's basically a gun start for me. For every stage I'm stepping in, I'm opening a new page and starting new. And I'm hoping I will just list myself down as one of the greatest in the UFC as well. Yeah, absolutely, man. And, I'm mentioning Ryzen. The fans are very passionate. I'm sure they still are giving you plenty of support online and all that stuff. I got to ask you, though, man, do you have a favorite memory or moment from your Ryzen days? I'm sure winning the championship's a big one, but anything stand out in terms of your wins in the ring? Sən azarkeşdən sənin üçün çox həyəcanlıdırlar. Əminəm ki, indi də elədir, səni dəstəkləyən çoxdur. Rizindən sən maraqlıdır, Rizindən xüsusilə yadında qalan hansısa bir moment var ki, hansı döyüşlərindən həmən anı, həmən vaxtı özəlliklə xatırlayırsan, sənin üçün özəl bir andır həmən an. Təbii ki, mənim böyük fanatlarım var Yaponiyada, Rusiyada və Azərbaycandan da ələxüsus böyük fanatlarımız var. Bizə balet eləyən idmançılar var və yerli publika həmişə bizə dəstək olublar, həmişə bizlə maraqlanıblar. Və döyüşə qaldıqda isə mənim üçün pol final döyüş olub. Bir gündə 2 dənə döyüş keçirdiyim.
Johnny Cage-lə və Patrick Ferreira Pitbull döyüşü olub. Yəni bir gündə demək olar ki, bir neçə saatın içində, bir saat yarımın içində 2 dənə döyüş döyüşmüşəm. Orada baxmayaraq ki, əlim sınıb, sadəcə yəni mənim məqsədim və niyyətim olub ki, yəni mən Rizinin qalibi olum. Şükürlər olsun ki, Allah onu mənə qismət eləyib. İnşallah ki, növbəti UFC yarışında da qalib ayrılarıq. Allah bizə bu döyüşü qismət eləyəcək inşallah qalib olmağa. Yəni çünki mən yaxşı hazırlaşmışam. I've got big fans in basically all over the world, in particular in Japan, in Russia, in my own country, Azerbaijan. So yes, my fans are supporting me, and they're getting bigger and bigger. And for the memory from Ryzen, I remember from the Grand Prix time, I had a fight, two fights, in 3 fights actually in one day, and he fought with Johnny Cage and Patrick Pitbull. Although I've broke my hand, I continued the fight and tried basically to establish and raise my hand. So that was a moment that is very special for me. That's it. Oh yeah, of course, man. Big fan of that tournament as well. So it was very fun to watch as a fan. And of course, all your fights are fun, Tofik. And we have a fun matchup here with Bahamondes this weekend. So I'm curious, man. Like, in terms of the matchup, do you feel there's anything that he's bringing to the table that maybe you haven't seen before? Because obviously, a very motivated guy as well, wants to get back in the win column himself. But like, how are you viewing this matchup in terms of, I guess, the danger elements he brings? Because you've seen it all, right? Mən maraqlıdır ki, sən təbii ki, Bahamondes sənə qarşı da plan hazırlayıbdı. Sən fikirləşsən ki, elə bir xüsusi bir planı var və hər hansı bir xüsusi bir texnika gətirir ki, sənin üçün həmən texnika təhlükə ola bilər. Təbii ki, o da çalışacaq ki, məğlubiyyət seriyasını bağlayıb qalibiyyət seriyasını keçsin. Amma onun hazırlıq periodunda sənin narahat edən hər hansı bir şey ola bilər. Yəni ümumiyyətcə UFC-yə qatılan döyüşçülərin hamısının yəni təhlükə ilə üzbəüzdür. Təbii ki, yəni bu bir döyüşdür. Yəni hər təhlükədən düşdüyün situasiyadan özün çıxmağı bacarmalısan və biz bizə qarşı qurulan təhlükələrin hamısına yəni cavab olaraq hər bir vəziyyətdə hazırıq. Generally, every UFC fighter is a dangerous fighter, and each of them, they're bringing very dangerous technical skills and dangerous tactics, obviously. However, as a fighter, I've got to overcome all those basically skills, whatever is brought out. And as myself, I have plans and prepared. Nothing really scary, so I'm ready for that. So as a fighter, a UFC fighter, I'll be there tackling those. Of course, man. And, second fight here in the UFC. First one was in June of last year, right? And so kicking off 2026, just like how many fights are you hoping to get in this year? Birinci döyüşün 25-ci ildə bizdə oldu, ikinci döyüşün də indi. Bunu fikirləşərək bu ilin içində neçə döyüş keçirməyi planlaşdırırsan? Bu ilin içində ən azı düşünürəm ki, yəni 3-4 döyüş keçirə bilərəm və İnşallah ki, əsas bizim qarşıda duran hədəfimiz bu döyüşdür. Bu döyüşdə inşallah salamatçılıqla qalib ayrılandan sonra artıq demək olar ki, bizim növbəti yarışı hazırlıq dönəmini düşünürük. Obviously, the most important fight is the upcoming fight for this year. Before we finish that one, we're not focusing for the next and what's upcoming. But for this year, we're planning 3-4 fights to have that, and hopefully, if you go well, I've got capacity to do that. Zədə olmadığı dönəmdə, yəni mən hər bir zaman hazıram UFC-nin bir zıvanokunda kiminlə istəsələr döyüşməyə. Regardless of any time, if I'm not injured and if the fight is going smoothly, so I'm ready anytime. If UFC calls to fight, I'll be fighting. Love that, man. Well, yeah, like you said, first one first, and then can think about the rest. But wishing you the best of luck as always, Tofik, and always great to chat with you and watch you fight, man. So appreciate you taking the time. Thank you. Danışdığın üçün təşəkkür edirəm. Dediyin kimi, əsas hədəf elə birinci döyüşdür. Sən uğurlar arzu edirəm bunda və növbəti hədəflərində. Thank you so much. Yes, of course. Thank you, sir. Yes.